Bax Şako, bugün səndən bir dənə video çəkəcəyik. Bu videoda sən mənim haqqımda ən sevdiyin 3 özəlliyi, mənim ən sevdiyim 3 özəlliyimi, ən sevmədiyin 3 özəlliyimi və məndə olmasını istədiyin 3 özəlliyi deyəcəksən. Birinci ən sevdiyin 3 özəlliyimi de. Sər, bu nasıl oldu? Davay da hadi. Ən sevdiyim 3 özəlliyi deyim. Hı. Yaxşı qızsa. Başqa. Niyə belə qalmısan? Başqa... Ürəyin təmizdir. Hı. Çox yaxşılıqlar edirsən, yaxşısan. Bu da mən haqqımda deyə biləcəyəm yaxşı özəllik. Ya sərma gözləmədən ya oldu. Niyə elə qalsın? Yaxşı, indi sevmədiyin 3 özəlliyi de. Çox deyinirsən. Elə bizimlə belə niyə qalsan? Sevmədiyimi deyirəm ha. Pis yönlər sana, niyə elə qalsan? Sevmədiyim 3 özəllik, çox deyinirsən. Bir söhbətə yapışdın, qopalmısan. Ayıp ya, elə düşərsən, bir də çəkməyəcəyəm. Bir də maşın sürəndə... Ama basım yoxdur, bir də çəkiliş edim. Ağzım alıp baxadsın deyəsən pis şey. Ay, bismillah. Çiç yalnız ha? Sevmədiyində deyinirəm, qopalmıram sonra. Tərsli eləyirsən. Maşınımız da dəydi. Ne yapıyorsun bunu? Sen niye öyle olsun? Sevmediğim özelliklerinden biri de budur. Nədir? Yatanda öyle kalmayın.